Bəzi atalar, analar övladlarının dinindən, inancından biraz kobud çıxmasını istifadə edir. Görür namaz qılandır, yəni tez küsüb, bilir ki, tez gəlib halallıq istəyəcək. Mesela çətin bağışlayır, çətinliyə salır. Amma ay ata, ana, mən axı özün o qədər də bir dənə keçmişə bax, gör atanla, ananla necə davranmısan. İndiki balanın sənlə davrandığı kimi davranmısan, insafən. Belə çətinliklərə salmayın övladlarınızı. Mənim tövsiyəm budur. Bəzi atalar, övladlar çox eləmişəm də, hə? Nə qədər demişəm övladlara ki, bu atavızdan, anavızdan müğayət ol. İndi keçin bu tərəfə. Bəzi atalar, mən övladlar da şikayət edir də, mənə nə qədər şikayətlər gəlir. Biz elə çətinliklər yaradırlar. Heç nə olmamış, mən sənə haqqımı alır eləmirəm. Bəzi vaxtlar məcbur edirlər ki, ağ valideyn olsun. Hədisdə var, Allahın lənəti olsun o ataya, anaya ki, səbəb olur ki, övlad ağ valideyn olsun. Olmamalıdır ya o övladda, amma bu tərəfində günahı var. Bu məsələlərdə biraz ehtiyatlı olağın, diqqətli olağın, balalarımıza yol olağın, balalarımıza istiqamət verəyin, balalarımızın belə deyə, ehtiramın, hörmətini sındırmayağın, şəxsiyyətini sındırmayağın. Hətta bəzi mövzular qəbul eləməyə də bilərsən, tutaq ki, namaz qılmırsan, o qılır. Onun hörmətinə, məsələn, olar da balandır, evdə içki içmə, qoy narahat olmasın övladın. Nə olar ki? Balan deyil, balavın ehtiramı. Lap elə sən başa düşməmsən, bu niyə haramdır? Amma adam ehtiram eləyər də bir nəfərin dininə, etiqadına, düzdür. Ona görə bu tərəfdə deyərəm ki, yersiz mən sənə haqqımı halal eləmirəm demək mənasızdır. Məsələn, mənə deyə ki, sən bu vacib, ilahi vacibi icra eləsən, mən sənə haqqımı halal eləmirəm, ondan mənə bir şey düşməz. Mənim namazım vacibdir, vacibimi icra eləməliyəm. O eləsə də haqqını, eləməsə də. Ona görə mənim hesab kitabım yoxdur. Amma ehtiyatlı davransın övladda ki, yəni bir şey etməlisənsə, o demək deyir, kobud etməlisən. Etmək icazən var, amma kobud etmək icazən yoxdur. O siratı qorumaq lazımdır.